Azərbaycan və Ermənistan itkin düşmüş şəxslərin birgə axtarışı barədə razılığa gəliblər. Bu barədə jurnalistlərə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan məlumat verib. Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti əsir girov və itkin düşmüş şəxslərlə bağlı Ermənistan və Azərbaycan komissiyalarının nümayəndələrinin iclas keçirdikləri barədə məlumat yayıb. Bəli, görüş baş tutub. Bu ikinci görüşdür. İtkin düşmüş şəxslərin taleyi və mümkün axtarış tədbirləri ilə bağlı məsələlər müzakirə olunub. Bu işin davam etdirilməsi ilə bağlı ilkin razılıq əldə olunub. Görüşü müsbət qiymətləndirirəm. Mən vaxt çərçivəsini deməyəcəm. Lakin birgə əməliyyat axtarış tədbirlərinin aparılması ilə bağlı ilkin razılıq var, deyə Abazyan bildirib. Xatırladaq ki, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək məqsədi ilə Ermənistan və Azərbaycan komissiyalarının əvvəlki iclası fevralın 7-sində baş tutub.